Bu videonu bütün Çin maşını və elektromobil sürənlər mütləq izləsin. Bir çoxumuzun düşündüyü batareyanı 100% şarj edə bilərikmi sualının cavabı nədir? Gəlin indi ona baxaq. Əgər batareyanız LFP tipli yeni nəsil batareyadırsa, hansı ki BYD-nin Destroyer, Seal, Sea-Lion, Yuan Up, Song Plus modelləri və təbii ki Tesla'lardan standart range komplektasiyalarından hamısı LFP tiplidir. Onları 100% şarj etməkdə heç bir problem yoxdur. Hətta gəlin göstərim, istehsalçı özü tövsiyə edir ki, mütəmadi olaraq 100% şarj olunmalıdır, ən azı həftədə bir dəfə. Bu batareyanın kalibrasiyası üçün çox vacibdir. LFP batareyalar istədiyiniz qədər 100% şarj edə bilərsiniz. Həmçinin bu batareyaların dövr sayısı, yəni ömrü digərlərinə görə dəfələrlə çoxdur. Lakin bu qayda NMC tipli batareyalarda fərqlidir. Məsələn, Li avtolarda, ondan sonra mənim bildiyim Tesla'ların long range və performans komplektasiyalarında NMC batareyalar istifadə olunur. Bu videonu elektromobil və ya plug-in hibrid sürən dostuna göndər, o da bilsin, faydalansın.